Herkese salam. Yeni ve yeniden videolarımla karşınızdayım. Yeniden karar etmağımın şerefine bugünkü videom biraz farklı olacak. Sizinle günlük rutinimi paylaşsam. Maalesef monoton bir hayatım var. Səhər işe gidirik, akşam işten gelirik. Neyse, yemeklerim gördüğünüz gibi onsuz videonun arka fonunda oynuyor. Bir sualınız olsa yazıp soruşabilirsiniz. Cevaplandırmak için buradayım. Sonra sizinle terazimi bölüşeceğim. Bir insan necə 2,2 kilo alabilir? Heç gedəndə belə getmir, amma gələndə çox şey gəlirlər. Nə deyək, nə danışaq, dərdimizi kimə deyək? Allah nəfsimizə yə çıxsın, başda mən olmaq üzrə. Sonra sizinlə maksimum rutinimi paylaşıram. Kəş mən də digər insanlar kimi gözəl, bəzənə-düzənə işə gedərdim. Amma və lakin mənim xarakterim əringəzdir. Düzdür, qəbul edib oturmamaq lazımdır, çalışmaq lazımdır, amma yəni, niyə çalışaq? Deyilmi? Mən özümü belə də sevirəm deyib qəbul edirəm. Sonra isə sizinlə nə paylaşıram, bir dəqiqə baxım. Həmin istələr gəlsin. Çantamı hazırlayıram ki, işə gedim. Yeməklərimi yığıram. Bu arada yeməklərimi gecədən edirəm. Axşamki salatı siz yemezdən biraz əvvəl eləyin ki, daha ləzzətli olsun. Gün ərzində ilk olarak yarım litr ilik su içirəm. Düz ürəyi bulandırıcıdır, amma deyirlər bədəni oyadır. 6:45'də evdən çıxıram ki, 9'da olan işimə çata bilim. İşdə çalışdığım qədər özümə vaxt ayırıram. Telefonumun şarjda olana qədər. Daha sonra isə evə qayıdıram. Yeməklər hazırlayandan sonra yarım saat velosiped sürürəm. Ən azından özümü təsəlli edəcək qədər. Və gün belə yekunlaşdı. Özünüzə yaxşı baxın. Növbəti gündə görüşmək üzrə.